Vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən Kaspi Test Bankından mexaniki rəqslər və dalğalar mövzusunun 51-dən 100-ə qədər olan hissəsinin testlərinin izahını verəcəm. Siz də videolarımıza dəstək olmaq istəyirsinizsə, videolarımızı bəyənin və kanalımıza abunə olmağı unutmayın. 51-ci testdə deyilir. Birinci rəqqas n sayda rəqs etdiyi müddət ərzində, ikinci rəqqas neçə rəqs edər? Biz bu testi həll eləməkdən ötürü ilk öncə baxmalıyıq ki, rəqqasımız yaylı rəqqası yoxsa riyazi rəqqasdır. Şəkildən görsənir ki, rəqqasımız yaylı rəqqasdır. Yaylı rəqqasın rəqs tezliyinin düsturunu yazsaq, nü bərabərdir 1 bölünsün 2 pi kök altda k bölünsün m olacaq. Buradan nünün yerinə n bölünsün t yazsaq, yəni rəqs tezliyin düsturu n bölünsün t'dir. Burada n rəqslən say, t isə bu rəqslə sərf olunan zamandır. 1 bölünsün 2 pi kök altda k bölünsün m olacaq. Buradan da görsənir ki, bizim m'imiz hər iki yaylı rəqqasda bir-birinə bərabərdir. Deməli, biz m-ə baxmayacağıq. Amma n'imiz nə ilə? K ilə kök altı düz mütənsib asıldır. Onda mən asıllığı qursam necə qura bilərəm? N 1 bölünsün N2 bərabərdir kök altında K 1 bölünsün K2 olacaq. Gətirib yerinə qoysam, K1'imiz nə qədərdir? K'dır. K2'miz isə 9K'dır. K bölünsün 9K. Burada K'lar ixtisar getdi. Kökdə 1 bölünsün 9 qalacaq. 1 bölünsün 9'dan da kök nə çıxdı? 1 bölünsün 3 çıxdı. Onda mən N2 bərabərdir 3 dənə N deyə bilərəm. Baxaq görək elə variant hardadır? Doğru cavab hansı variant oldu? D variantı. 52-ci testdə deyilir ki, birinci rəqqas n sayda rəqs etdiyi müddət ərzində, ikincisi neçə rəqs edər? Diqqətlə baxsaq, burada yenə rəqqasımız riyazi rəqqası, biraz öncəki 51-ci testdə yaylı rəqqası idi. Yenə bizə riyazi rəqqasın rəqs tezliyin düsturu lazım. Nü bərabər 1 bölünsün 2 pi. Kök altda nə idi düsturumuz? J bölünsün L-dir. Bu düsturdan istifadə eləyəcək. J'lər zaten eynidir. Biz nünün də yerinə öz ifadəsini m bölünsün kiçik t qoysaq, 1 bölünsün 2 pi kök altda nə yaza bilərik? J bölünsün L. J'lər eyni olduğundan J'lər eynidir və n də L-dən, yəni rəqqasın ipinin uzunluğundan, rəqqasın uzunluğundan necə asıldır? Kök altı tərs asıldır. Onda mən yaza bilərəm n1 bölünsün n2 bərabər kök altda n2 bölünsün n1. Gətirib burada yerinə qoysaq, deməli, n2'miz nə qədərdir? n2 yox, daha doğrusu bura l2, l1 yazmalıyıq. Biraz deyəsən, riyazi olaraq səhv elədik. l2 bölünsün l1. l2'miz nə qədərdir? l2'miz 4L'dir, l1'imiz də L'dir. Burada L'lər ixtisar getdi, bizə 2 qaldı. Burada da birincisi isə n idi. Onda mən nə yaza bilərəm? n2 bərabərdir. N bölünsün 2 olacaq. O da hansı variantdadır? Y variantı. Növbət testimiz 53-cü testdir. Müəyyən yükü birinci yaya bağladıqda 4 Hz tezliyi ilə, ikinci yaya bağladıqda isə 3 Hz tezliyi ilə rəqs edir. Həmin yaylar paralel birləşdirib əvvəlki yükü onlara bağladıqda rəqs tezliyi nə qədər olar? Maraqlı bir test nümunəsidir. Biz bilirik ki, yayları bir-birinə paralel qoşduqda ümumi sərtliyi tapmaq üçün ayrı-ayrı yayların sərtliklərini toplamaq lazım. K bərabərdir. K1 plus nə olacaq? K2. 2 dənə nəyimiz var? Yayımız var. Yaxşı, bu qaydasında bu burada dursun. Bəs K-ya necə gəlmək olar? K-nı necə ifadə eləmək olar? Bunun üçün bizə yaylı rəqqasın rəqs tezliyinin düsturu lazımdır. Yaylı rəqqasın rəqs tezliyinin düsturu nü bərabərdir. Necə idi? 1 bölünsün 2 pi. Kök altda nə yaza bilərik? K bölünsün m yaza bilərik. Eyni bir yük dediyinə görə biz nə ilə? M ilə işimiz yoxdur. Onda K ilə biz hər birində K-nı tapsaq, bax burada da ümumi bu olsun tezliyimiz. İkinci üçün yazsaq, nü1 bərabərdir. 1 bölünsün 2 pi kök altda yazacağım. K1 bölünsün m, yəni m ilə işimiz yoxdur, hamısında m'dir. Nü2 bərabərdir. 1 bölünsün 2 pi, ikinci yaylı rəqqas üçün. K2 bölünsün m olacaq. Yaxşı.
Buradan hər birindən k-nı tapsaq, buradan k-nı tapsam belə bir şey ifadə verəcək. Deməli, 4pi kvadratı n kvadratı m olacaq. Buradan k1'i tapsam, 4pi kvadratı n1'in kvadratı m olacaq. Buradan k2'ni tapsam isə 4pi kvadratı n2'nin kvadratı vurulsun nə olacaq? M. Yaxşı, yuxarıda k bərabər k1 plus nədir? K2'dir. Yerinə qoysam, hər bir ifadəsini yerinə qoysam, k-nın yerinə gətirib 4pi kvadratı n kvadratı m qoya bilərəm. K1'in yerinə 4pi kvadratı n1'in kvadratı m qoya bilərəm. Plus K2'nin də yerinə 4pi kvadratı n2'nin kvadratı m qoya bilərəm. Burada ixtisar gedənləri ixtisar edək. 4pi kvadratı m'lər hər bir həddən gedəcək. Bunlar getdi. Onda yekunda bizə nə qaldı? N kvadratı bərabərdir. N1'in kvadrat plus N2'nin kvadrat. Buradan da N-nü tapsaq, N bərabər kök altda N1'in kvadrat plus N2'nin kvadratı olacaq. N1'imiz nə qədərdir? Əlbəttə özü verib. 4'dür kvadrat 16 plus N2'miz 3'dür kvadratı 9 olacaq. Bu kökdə 25, ondan da kök nə çıxacaq? 5 Hz. Onda yekun tezliyimiz 5 Hz olmuş olacaq. Doğru cavabın hansı variantı oldu? Əlbəttə A variantı olacaq. Yaxşı, davam eləyək. Növbəti testimiz 54-cü testdir. Harmonik rəqs edən maddi nöqtənin maksimal sürətin dövrü tezliyindən asılı qrafiki hansıdır? İndi bizim ifadəmizi yazsaq burada maksimal sürətin düsturu necə idi? Əlbəttə, maksimal sürətin düsturu bizə lazımdır. Onun dövrü tezliklə asıllıq düsturu, yəni ifadə olunmuş düsturu Vm bərabərdir. Omega xm'dir. Buradan zaten xm'lə nə deyir? Harmonik rəqs edən deyim adlı nöqtənin maksimal sürətini amplitud sabitdir deyir. Amplitudla nədir? İşimiz yoxdur. Amplitud sabitsə, onda maksimal sürət omegadan necə asıldır? Düzüm tanısı basıldır. O da əlbəttə hansı variantdadır? 3 olan 3 nömrəli qrafik olacaq. Doğru cavab B variantı. Harmonik rəqs edən maddi nöqtənin maksimal təcrin dövrü tezliyindən asılı qrafiki hansıdır? Yenə, yəqin ki, biz nəyi sabit qəbul eləməliyik? Amplitudu sabit qəbul eləyə bilərik. Amplitud sabit qəbul eləsək, ifadəmiz necə olacaq? AM bərabərdir 1 omega kvadratı xm düsturumuz var. İndi amplitudu hardan bilək ki, sabit qəbul eləməliyik? Yəni, o şərt verməlidir. Bir də belə bir ifadəmiz var. AM bərabərdir omega Vm deyə bilərik. Yaxşı. İndi birinci düstura görə yanaşsaq, xm sabit qəbul eləsək, AM omegadan necə asıldır? Düz kvadrat asıldır. Bu halda qrafikimiz ikinci qrafik olacaq. Yəni 2 götürəcəyik. Amma ikinci halda isə əgər biz Vm sabit qəbul etsək, omegadan necə asılır? Düz asılır. Onda da 3'ü qəbul eləyəcəyik. İndi biz hardan bilək ki, bizdən nəyin sabit olduğunu soruşur. Yəni, burada cavab olaraq 2 də gedə bilər, 3 də gedə bilər. Amma yəqin ki, özləri orada, çünki bir öncəki testdə xm, yəni amplitudu sabit saxladıqlarına görə, yəqin ki, burada da onu düşünüb testi tərtib ediblər. Belə də baxanda D variantı olacaq. Amma Vm-i sabit qəbul etsək, doğru cavab B variantı olacaq. Yəqin ki, D-ni götürüblər. Biraz öncə dediyim kimi 54-cü testdə xm sabit götürdüklərini. Növbət testimiz 56-cı testdir. 56-cı testdə nə deyir? Baxaq. Deyir, harmonik rəqs edən maddi nöqtənin sürətinin proyeksiyasının zaman qrafiki verilmişdir. Həmin qrafik əsasının hansı fiziki cəmiyyəti təyin etmək olar? Bax, qrafik əsasən biz periodu təyin edə bilərik. Fikir verin, periodumuz 2 amplitud və bu da 4 amplitud. Periodu var. Varmı? Periodu təyin eləyə bilərik. Bax, T-ni təyin eləyə bilərik. T-ni təyin eləyiriksə, n bərabər 1 bölünsün T düsturuna görə nəyi də təyin eləmiş olacaq? N-nü də təyin eləmiş olacaq qrafik əsasən. Yaxşı, sonra
baxaq görək. Tam mexaniki enerjini təyin edə bilərikmi? Mümkün deyil soruşur. İndi mən baxıram ki, tezliyini təyin edə bilirik. Maksimal sürət təyin edə bilərik. Çünki zaten verilib maksimal sürət. Sonra təcil təyin edə bilərik. Yəni, rəqs amplitudunu təyin edə bilərik. Bir dənə tam mexaniki enerjini təyin edə bilmərik. Onun üçün nə lazımdır? Kütlə lazımdır. Yəni, M lazım olduğundan onu təyin edə bilmərik. Yaylı rəqqas sinus qanunu ilə harmonik rəqs edir. Zamanın t bərabər 4/3 t anında rəqqasın potensial və kinetik enerjiləri arasında hansı ifadə doğrudur? İndi baxaq 4/3 t anında. 4/3'ü bizə neçə dərəcə verir? 45 dərəcə verir. 45 yox, daha doğrusu neçə dərəcə verir? 4/3 dedikdə 360'ın 4/3'ü 270 dərəcə. Yəni bunu qrafik üzərində gedək. Daha yaxşı olar ki, qrafik üzərində gedək. Qrafiki biz buradan göstərməyə çalışsaq, nəyin nədən asılı deyək? Özümüzdən ataq, x-in t-dən asılı deyək. X-in t-dən asılı. Qrafikimiz belə 4-dən 3-ə. Hansı qanunla dəyişirdik? Sinus qanunu ilə. Bax, qrafikimiz belə. Baxaq, 4-dən 3-ə hansıdır? Onu diqqətlə fikir verək. Bax, bura 4-dən 1, 2-dən 1, 4-dən 3. Bax, bura düşdü. Buradan görsənir ki, koordinat özünün hansı qiymətini alır? Maksimal. X nədir? Maksimal qiymət. Koordinat maksimal qiymətini alırsa, deməli, kx m-in kvadrat bölünsün 2 düsturuna görə, potensial kx kvadrat bölünsün 2 düsturuna görə potensial enerjisi nədir? Maksimum olur. Bax, potensial enerjisi özünün hansı qiymətini aldı? Maksimum. Amma kinetik enerjisi nədir? Minimum qiymətini alacaq. Sıfırdır. Yəni, çox az qiymətini alır. Demək, potensial enerjisi maksimum, kinetik enerjisi minimum. Doğru cavab hansı variant olacaq? D variantı. Yaylı rəqqasın kinetik enerjisinin potensial enerjisindən asılılıq qrafiki verilmişdir. Yükün kinetik enerjisi 40 joule olan anda yayın potensial enerjisini tapın. Buradan görsənir ki, bizim tam enerjimiz nə qədərdir? Y tam bərabərdir. Y potensialın maksimal qiymətinə, bax, maksimal qiymətinə, o da neçədir? 50 joule-dur. Burada da görsənir ki, biz yükün deyib potensial enerjisinin nəyə bərabəri? Y potensial bərabərdir. Y tam minus Y kinetik yaza bilərik. Bunda Y potensial və Y tam neçədir? 50-dir. Y kinetik həmin nöqtədə neçə verib? 40 verib. Bu da nə qədər verdi? 10 joule verəcək. Doğru cavab hansı variant oldu? 58-də E variantı olacaq. 59. Yaylı rəqqasın rəqs amplitudu xm-dir. Yükün kinetik enerjisi yayın potensial enerjisindən 15 dəfə böyük olan anda yayın uzanması nə qədər olar? Bizdən x-in qiymətini soruşur. Baxaq görək nə qədərdir. Bunu əslində bir düsturla da həll eləmək olar. Məsələn, x bərabərdir. Belə ifadə edə bilərik. xm bölünsün kökdə n plus 1 düsturu ilə də hesablaya bilərik. Amma bundan getməyək. Yəni, bu düstura əsasən n-in yerinə 15 qoysam, x-in bölünsün 4 olacaq. Cavab elə nədir? D variantıdır. Amma gəlin düstursuz, yəni konkret düsturdan getməyək. Bildiyiniz enerjinin saxlama qanunu ilə gedək. Tam enerjinin düsturunu biz bilirik. Y tam nəyə bərabərdir? Y kinetik plus nədir? Y potensialdır. İndi yaylı rəqqasın deyir rəqs ampli. Burada Y tamın yerinə kxm-in kvadrat bölünsün 2 yaza bilərəm. Bir də mənə nə deyir? Yükün kinetik enerjisi yayın potensial enerjisindən nədir? 15 dəfə çoxdur. Onda mən Y kinetikin yerinə 15 dənə 15 Y potensial deyə bilərəm. Plus Y potensial. Bəs Y potensial nədir yaylı rəqqas üçün? Kx kvadrat bölünsün 2'dir. Yerinə qoysam, onda mənə nə verəcək? Kxm-in kvadrat bölünsün 2 bərabərdir. 16 dənə kx kvadrat bölünsün 2 qalacaq. Burada nələr ixtisar getdi? K'lar ixtisar getdi. 2'lər ixtisar getdi. Buradan da
x kvadrat, yəni 16x kvadrat bərabərdir xm-in kvadratına. Onda buradan da x-i tapsaq, nə verəcək? Xm bölünsün nə? 4 olacaq. Yəni, belə bir ifadə olacaq. Doğru cavab hansı variantı oldu? D variantı. Növbəti, bu neçənci test idi? 59-cu test, 60-cı testdir. Eyni yaylı rəqqasın rəqs tənlikləri verilmişdir. Hansı halda onun tam mexaniki enerjisi ən böyükdür? Tam mexaniki enerjinin düsturunu biz yazsaq, necə yaza bilərik? Y tam bərabərdir. K xm-in kvadrat bölünsün nə? 2. İndi, buradan görsənir ki, bunların nələri? Xm-ləri hamısında bir-birinə bərabərdir. Bizdən deməli buna baxa bilməyəcək. Nəyə baxmalıyıq əlavə olaraq? Dövrü tezliyinə baxmalıyıq. Dövrü tezliyinə ifadə eləsək, onda hansı düsturdan gedə bilərik? M v kvadrat bölünsün 2 ilə. Vm-in kvadrat. Vm-in də yerinə omega xm yazsam, onda m omega kvadrat xm-in kvadrat bölünsün 2 olacaq. Omegadan necə asıldır? Kvadratik düz asıldır. Yəni, buradan görsənir ki, kvadratik düz mütənsib asıldır. Kvadrat düz asıl olduğuna görə omegası böyük olanın nəyi? Tam enerjisi də böyük olacaq. Doğru cavab hansı variantı oldu? A variantı. Yaydan asılmış yük harmonik rəqs edir. Yükün maksimal sürəti Vm-dir. Yayın potensial enerjisi yükün kinetik enerjisindən 8 dəfə böyük olan anda yükün sürətinin modulunu hesablayın. Gəlin yükün sürətinin modulunu hesablamaq çalışaq. Yenə də konkret düsturdan getsək, V bərabərdir. Vm bölünsün kökdə n plus 1 düsturu ilə getməliydik. Amma onunla getməyək. Tam enerjinin düsturu ilə gedək. Y tam bərabərdir nə idi? Y kinetik plus Y potensialdır. Bax, bu düsturu biz bilirik. İndi mənə deyir ki, yaydan asılmış yükün harmonik rəqs edir. Yükün deyir, maksimal sürəti Vm-dir. Onda tam enerjinin yerinə M, Vm-in kvadrat bölünsün 2 qoya bilərik. Bərabərdir. Deyir, potensial enerji kinetik enerjisindən 8 dəfə böyükdür. Y kinetikin yerinə M, V kvadrat bölünsün 2 qoya bilərik. Plus Y potensialın da yerinə 8 mv kvadrat bölünsün 2 qoya bilərik. Burada 2'lər getdi. Burada m'lər də getdi. İxtisar. Bizə Vm-in kvadratı bərabər 9 dənə V kvadratı qalacaq. Buradan da V'ni tapsam, Vm bölünsün nə qalacaq? 3 qalacaq. Doğru cavab hansı variantı oldu? C variantı olur. Yaya bağlanmış yük F bərabərdir 2 sinus 60 pt qanunu ilə dəyişən qüvvənin təsiri altında məcburi rəqs edir. Rezonansın baş verməsi üçün yaylı rəqqasın məxsusi rəqs tezliyi nə qədər olmalıdır? Məcburi rəqslərin rəqs tezliyini tapaq. Baxaq görək nə qədərdir. Bizim omeqanın tezliyi olan düsturunu bilirik. 2 pi nüdür. Buradan nünü tapsam mənə qalacaq. Omega bölünsün 2 pi qalacaq. Omegası nə qədərdir? 60 pi'dir. 60 pi bölünsün 2 pi. Bu pi'lər getdi 62'yə bölsəm 30 verəcək. Deməli, nüyümüz nə qədər oldu? 30 Hz oldu. Biz də bilirik ki, rezonansın baş verməsi üçün xarici qüvvələrin rəqs tezliyi ilə, periodu ilə, dövrü tezliyi ilə, daxili qüvvələrin periodu tezliyi və dövrü tezliyi nə etməlidir? Üst-üstə düşməli, bir-birinə bərabər olmalıdır. Bu zaman nədir? Rezonans baş verir. Doğru cavab hansı variant oldu? B variant. Riyazi rəqqasın məcburi rəqslərinin rezonans əyrisi verilmişdir. Rəqqasın uzunluğunu müəyyən edin. Bizə maraqlı olan burada omegasıdır. Omegası nə qədərdir? 5'dir. Mən yazıram, omega bərabərdir 5 Hz. Bəs omeganın düsturu necə idi? Omega bərabər kök altda J bölünsün L'dir. Bu düstura əsasən L'yi tapsaq, L bərabərdir omega kvadrat bölünsün J olacaq. Yaxşı. Yoxsa tərsinə mi dedik biz? Aha. J bölünsün omega kvadratı olacaq. Gətirib yerinə qoysaq, nə verəcək bizə? J'miz 10'dur. Omegamız 5 kvadratı 25 eləyəcək. 5'ə ixtisar etsək, 5'də 2 metr, o da neçə santimetr oldu? 40 santimetr olacaq. Doğru cavab hansı variant oldu? 63'də D variantı olacaq.
Gəldik 64-cü testə. Sapdan riyazi rəqqaslar asılmışdır. Birinci rəqqası rəqsə gətirdikdə digərləri məcbur rəqslər etməyə başlayır. Hansı rəqqasın məcbur rəqslərinin amplitudu ən böyükdür? Məcbur rəqslərin amplitudu ən böyük olması üçün gərək ki, həmin riyazi rəqqaslarda rəqqaslar enerji ötürmə qabiliyyətinə malik olsun. Yəni, enerji ötürmə qabiliyyətinə malik olması nə deməkdir? Bunların nələri, iplərinin uzunluqları bir-birinə bərabər olanda enerjini asanlıqla ötürmə qabiliyyətinə malik olur. Deməli, birincini mən rəqsə hərəkət elətdirsəm, burada enerji ötürmə ən yaxşı qabiliyyətinə malik olan hansı olacaq? İplərin uzunluqları eyni olan, yəni 3 olacaq. O da əlbəttə hansı variantdadır? G variantı olacaq. Növbəti 65-ci testdir. Yaylı rəqqas kosinus qanunu ilə rəqs edir. Yükün kinetik enerjisi hansı nöqtədə ən böyükdür? Biz bilirik ki, tarazlıq vəziyyətində yükün kinetik enerjisidir, sürəti də, impulsu da ən böyük olur. O da hansı nöqtələrə uyğun gəlir? 1 və 3 nöqtələrinə. Doğru cavab hansı variant oldu? A variant. Yaya bağlanmış yükün sürətinin proyeksiyası zaman qrafiki verilmişdir. Hansı nöqtədə yayın potensial enerjisi ən böyükdür? Potensial enerjinin ən böyük olması üçün gərək ki, sürət minimum olsun. Bax, sürətin zamandan asılılığı qrafiki verilir. Burada da sürətin minimum olduğu nöqtələr hansılardır? 2-4 nöqtəsi. Sürət minimumdursa, kinetik minimumdur, impuls minimumdur. Enerjinin saxlanma qanununa görə isə kinetik enerjisi özünün minimum qiymətini alırsa, potensial enerjisi maksimal qiymətini alacaq. İndi bizdən potensial enerjisinin maksimal qiymətini, yəni ən böyük qiymətini soruşur. O da 2 və 4 nöqtələri olacaq. Doğru cavab B variantı. Harmonik rəqs edən maddi nöqtənin rəqs amplitudu və tezliyi 2 dəfə artdıqda tam mexaniki enerjisi necə dəyişər? Baxaq, harmonik rəqs edən maddi nöqtənin rəqs amplitudu və tezliyi. Tam mexaniki enerjinin düsturunu mən yazsam, Y tam bərabərdir. M və M-in kvadrat bölünsün 2. Və M-in yerinə omega, daha doğrusu 2 pi nü xm yazsam, belə yaza biləcəm. Bunda olacaq 4 pi kvadrat nü kvadrat x m-in kvadratı vurulsun m bölünsün 2 olacaq. Buradan asıllıq qurmaya çalışsaq, tam mexaniki enerji görürük ki, nü-nün kvadratı ilə düz asıldır. Eyni qaydada xm-in də kvadratı ilə düz asıldır. Hər birini 2 dəfə artıramsa, ümumilikdə o neçə dəfə artmış olacaq? 4 dəfə artmış olacaq. Daha doğrusu 16 dəfə artmış olacaq. Doğru cavabı hansı variant oldu? 67-də. Deməli, E variantı olacaq. 68. 4pi kvadratı m bölünsün t kvadratı hansı fizik cəmiyyət ifadə edir? Əlbəttə bu maksimal, nə deyə bilərik burada? M kütlədir. 4pi kvadratı bölünsün t kvadratda bizə verəcək nəyi? Düşünürəm ki, bu bizə sərtliyi verər. Hansı düstura əsasən gedə bilərik? Omega bərabərdir. İfadəmiz necə idi? Omega bərabərdir. Deməli, kök altda k bölünsün m deyə bilərik. Buradan k-nı tapsam, mənə qalacaq omega kvadratı m. Omeganın da yerinə öz ifadəsini, periodunun ifadəsini yazsam. 4pi kvadratı bölünsün t kvadratı. Vurulsun bir də nə var burada? M var. Deməli, nə oldu? Yayın sərtliyi. 69. M və M-in kvadrat bölünsün 2 minus M və kvadrat bölünsün 2 nə ifadə edir? Bilirik ki, bu ifadə tam mexaniki. Tam mexaniki enerjidən də kinetik enerjinin ani qiymətini tapsaq, potensial enerjinin ani qiyməti olacaq. Doğru cavab hansı variantı oldu? E variantı olacaq. Omega kvadratı L ifadəsi hansı fizik cəmiyyəti müəyyən edir? Düsturumuz necə idi? Omega bərabər kök altda J bölünsün L-dir. Buradan J-ni tapsaq bizə nə verəcək? Omega kvadratı L verəcək. Əlbəttə, bu da nəyin düsturuymuş? Sərbəst düşmə təcilini və yaxud da maksimal təcil də deyə bilər. Yox, maksimal təcil deyə bilmərik. Elə sərbəst düşmə təcil desək daha məntiqlidir. Doğru cavab D variantı olacaq.
Kök altdan Newton bölünsün kiloqram vurulsun metr ifadəsi hansı fiziki cəmiyyəti müəyyən edir? Gəlin biz bunu buradan tapaq. Bax, Newton yerinə nə yaza bilərik? Kiloqram vurulsun metr bölünsün saniyə yaza bilərik. Bölünsün kiloqram vurulsun metr saniyə kvadratdır yuxarıda. Burada metrlər getdi, kiloqramlar getdi. Bizə kök altda 1 bölünsün saniyə kvadrat qaldı. Buradan da 1 bölünsün saniyə kvadratından da 1 bölünsün saniyə çıxacaq. O da əlbəttə tezliyin vahidi. Doğru cavab A variantı. Yaya bağlanmış qurğuşun kürəni eyni radiuslu alüminium kürə ilə əvəz edilsə, rəqs periodu necə dəyişər? Sıxlıqlar arasındakı rho qram qurğuşun bərabərdir. Rho, 4 dənə rho nəyə bərabərdir? Alüminiuma bərabərdir. Gəlin biz baxaq görək necə eləyə bilərik burada. Söhbət kürəndə eyni radiuslu alüminium kürə ilə əvəz etsə, kütləsi eyni demir. Deməli, bizə kütlənin düsturu lazımdır. Kürə formalı cisimlərin kütləsinin düsturu n bərabərdir 3-də 4 pi r kubu rho olacaq. Bu bizim ifadəmizdir. İndi burada nə sabitdir? Əlbəttə, eyni radius dediyinə görə R-ə baxmayacaq. M rho ilə necə asıldı? Düzüm transfası. Əgər burada deyirsə ki, alüminium nəyə bərabərdir? Qurğuşun 4 dənə rho alüminiuma bərabərdir. Onda mən kütlə cəhətdən belə yaza bilərəm. M qurğuşun bərabər 4 dənə nə? M alüminium deməyə haqqım var. Bax, bunu bir daha saxlayaq. İndi deyir, yaya bağlanmış deyir. Əvəz etsək periodu. Periodun düsturunu biz yaza bilərik. 2 pi kök altda n bölünsün k-dır. Aha. İndi k ilə də işim yoxdur. Eyni bir yaydır. M-lə necə asıldır? Kök altı düz asılır. Mən yaza bilərəm. T1 bölünsün T2 bərabərdir. Kök altda M1 bölünsün M2-dir. Yerinə qoysam nə verəcək? Birinci halda nədir? Kürə eyni radiuslu alüminium kürə ilə əvəz etsək, yaya bağlamış qurğuşundur. Qurğuşun alüminiumla əvəz edirik. Təbii ki, qurğuşunu alüminiumla əvəz edirsək, kütləsi 4 dəfə nədir? Azalmış olacaq. Onda rəqs periodu neçə dəfə azalacaq? 2 dəfə azalacaq. Doğru cavab hansı variant oldu? 2 dəfə azalar. Doğru cavab C variantı olacaq. Baxaq, növbəti testimiz 73-cü testdir. 73-cü testdə nə deyir? Yaydan asılmış qurğuşun kürəni eyni radiuslu alüminium kürə ilə əvəz edilərsə, yenə düsturu biz yazmalıyıq. Düsturumuz necə idi? N bərabərdir 3-də 4 pi r kubu rhodur. İndi alüminium kürə ilə əvəz edilsə, qurğuşunu alüminiumla əvəz edirik. Kütlə neçə dəfə? 4 dəfə azalacaq. Periodu necə dəyişər deyir? Sapdan asılmış. Biz bilirik ki, riyazi rəqqasda rəqqasın nə rəqs period, nə də rəqs tezliyi kütlədən asılı deyil. Kütlədən asılı olmadığına görə nədir? Dəyişməyəcək. Orada dəyişən ancaq kütlədir. Verilmiş amplitudlu rəqs edən maddi nöqtənin rəqs tezliyi 2 dəfə artarsa, maksimal sürətlə tam mexaniki enerji necə dəyişər? Verilmiş amplitudlu dediyinə görə Vm-in düsturunu yazsam, 2 pi nü nə deyə bilərəm? Xm yaza bilərəm. Bu necə asıldır? Əlbəttə düzüm tansib asıldır. 2 dəfə artırsam, 2 dəfə nədir? Artacaq demək. 2 dəfə artdı bu. Bəs tam mexaniki enerjini necə yaza bilərəm? Eyni ifadəni gətirib yerinə qoysam, Y tam bərabərdir. M Vm-in kvadrat bölünsün 2-dir. V 2 dəfə artdı deyiriksə, onda bizim tam mexaniki enerjimiz əksinə kvadrat düz asılı olduğuna görə neçə dəfə? 4 dəfə artmış olacaq. 2 dəfə artar, 4 dəfə artar. Doğru cavab hansı variantı oldu? B variantı olacaq. 74-də B variantı. 75. Kütləsi 150 qram olan maddi nöqtə x bərabərdir 0.5 kosinus 10 t qanunu ilə rəqs edir. Ona tərz edən maksimal qüvvəni hesablayın. Qüvvənin düsturunu bilirik. Fm bərabərdir M AM-dir. Bəs AM-in yerinə necə yaza bilərik? M vurulsun omega kvadratı xm yazaram.
M'imiz 150 qramdır. Bunu necə? %15 kilogram kimi ifadə edir. Omega 10'da kvadratı 100 verəcək. Bax, burada duran omegadır. XM də neçədir? 0.5'dir. 1 bölünsün 2 yaza bilir. Bunlar getdi ixtisar. Bizə 15'i 2'də 1'ə vursam 7.5 Newton vermiş olacaq. Doğru cavab hansı variant oldu? C variantı. Növbət testimiz 76-cı testdir. İkinci rəqqas 50 rəqs etdiyi müddət ərzində birinci rəqqas neçə rəqs edər? Yenə yaylı rəqqasın rəqs tezliyinin düsturu lazımdır. Nö bərabərdir 1 bölünsün 2 pi kök altda k bölünsün m'dir düsturumuz. M'lə işimiz yoxdur. M'lər bir-birinə bərabərdir buradan. N bölünsün kiçik t yazsam 1 bölünsün 2 pi kök altda nə olacaq? K bölünsün m. M'lər eyni olduğundan k ilə də kök altı düz asıldır. Onda mən nə yaza bilərəm? N 1 bölünsün N2 bərabərdir kök altda k 1 bölünsün nədir? K2 yaza bilərəm. Baxın, buradan k-nı hesablasam, k1 bərabər k bölünsün 2 olacaq, artcı birləşib. Buradan k-nı hesablasam, k2k kimi ifadə edə bilərəm. Burada 2k olacaq. Yerinə qoysam, daha doğrusu ikinci 50 rəqs edib. N1 bölünsün 50 bərabər kök altda. K neçəmiz? Birimiz k bölünsün 2'dir, vurulsun. O birisi də 2k'dır, k2'mizdə. Burada bu k'lar getdi ixtisar. Bizə buradan 1 bölünsün 2 çıxacaq. 2n1 bərabərdir 50'yə. Onda n1 nə qədər olacaq? 25 rəqs olacaq. Doğru cavab nədir? 25 oldu. 77. Riyazi rəqqası yer səthində neçə kilometr hündürlüyə qaldırmaq lazımdır ki, rəqs periodu 2 dəfə artsın. Bizim riyazi rəqqasın rəqs periodunun yer səthindən hündürlükdən asılılığı TH bərabər nə idi düsturumuz? 2 pi mörtəzədə R plus H kök altda belə bir ifadə idi səhv eləmirəmsə. L bölünsün JM idi. JM. Bax, bu ifadə ilə biz nə edə bilərik? Hesablaya bilərik. İndi bizdən nə deyir? Periodu 2 dəfə artsın deyirsə, onda H-ımızdan necə asılır? Düz asılır. H-ımız nəyə bərabər olmalıdır? R-ə bərabər olmalıdır. R də neçədir? 6400 kilometrdir. Deməli də 6400 kilometr olmalıdır ki, 2 dəfə artsın. Cavab nədir? 6400 kilometr. Belə bir cavab olacaq. Növbət testimiz 78-ci testdir. Müəyyən yaya bağlanmış M kütləli yükün rəqs tezliyi 15 S-dir. Yükün kütləsini 9 dəfə artsaq, rəqs tezliyi necə dəyişər? Baxaq görək nədir? Nö bərabərdir 1 bölünsün 2 pi kök altında k bölünsün m'dir. Mənə də yükün kütləsini 9 dəfə azaltsaq. Kütləsi ilə necə asıldır? Kök altı tərs asılır. Əgər mən bunu 9 dəfə azaldıramsa, 3 dəfə nədir? Artmış olacaq rəqs tezliyi. 15 idi, 3 dəfə artsa neçə olacaq? 45. Deməli, burada cavab neçədir? 45-dir. Kütləsi 200 qram olan maddi nöqtə x bərabər 0.5 sinus 10t plus 2 qanunu ilə harmonik rəqs edir. Onun tam enerjisi neçə jouldur? Tam enerjinin düsturunu biz yazmalıyıq buradan. Y tam bərabərdir M V m'in kvadrat bölünsün 2'dir. M'imizi bilirik və m'in də yerinə ifadəsini qoysam, m omega kvadratı x m'in kvadrat bölünsün nə olacaq? 2. M'imiz nə qədərdir? 0.2. Omega nə qədərdir? 10t'dir. Yəni 10 qoyacağıq. Kvadratı 100 vurulsun. Xm də 0.5'dir. Kvadrat neçə edəcək? 125. Yəni 4'də 1 deyək buna da. Bölünsün nə? 2. Burada bunlar ixtisar getdi. 10'da 1 bu vergül də silək. 10 bölünsün 4. Yəni 10 bölünsün 4 qalacaq. Burada bu da neçə? 2.5 jol. Cavab nə olacaq? 79'da 2.5 jol olacaq. Yaxşı, 80. Şaqlı yuxarı yönəlmiş 2 metr bölünsün saniyə kvadrat tərcihlə hərəkət edən liftin kabinəsindən asılmış riyazi rəqqasının rəqs periodu 2 saniyədir. Rəqqasın uzunluğu neçə santimetr olar?
Yenə düsturumuzu yazmalıyıq. T bərabərdir 2 pi kök altda L bölünsün. Nə idi? Yuxarı yönəlmişdirsə J plus A olacaq ifadəmiz. Yəni bu ifadədən biz istifadə eləyəcəyik. Həmin ifadəni biz biliriksə, gətirib bu düsturda yerinə qoyub yaza bilərik. Bizdən nəyi soruşur? Uzunluğu. Yaxşı, L-i tapsaq buradan L bərabərdir. Nə yaza bilərik? T kvadratı vurulsun J plus A, belə bir ifadə olacaq. Bölünsün 4 pi. 4 pi'nin nəyi? Kvadratı. Yerinə qoyaq. Fikir verin. Buradan mən T'miz nə qədərdir? 2 saniyədir kvadrat 4. J 10'dur. A'mız 2'dir. Bölünsün. 4 vurulsun. Pi kvadratda 10'dur. Bunlar ixtisar getdi. Bizə 12 bölünsün 10. Neçə verdi? 1/10'2 metr. Bu da neçə verir? 120 santimetr eləmiş olacaq. 120 santimetr. Bizə santimetrlə cavab soruşur. 120 santimetr. Şaquli metrlə soruşur. Bəli, santimetrlə soruşduğuna görə 120 olacaq. Şaquli aşağı yönəlmiş 2 metr bölünsün saniyə kvadrat təcili hərəkət edən liftin kabinəsindən asılmış riyazi rəqqasın rəqs periodu 2 saniyədir. Rəqqasın uzunluğu neçə santimetr olar? Yenə eyni anlayışdır. Eyni ifadə ilə gedəcəyik. İndi burada aşağı dediyinə görə J minus A olacaq. T kvadratı vurulsun J minus A bölünsün. Nə yaza bilərik? 4 pi'nin kvadratı. Yerinə qoyaq. T'miz 2'dir kvadrat 4. J 10'dur. Ondan neçə çıxacam? 2 çıxacam. Bölünsün 4 vurulsun. Pi'miz neçədir? Pi kvadratı 10 verib bizə. Burada bunlar ixtisar getdi. Bizə 8 bölünsün 10 olacaq. Bu da neçə? 0.8 metr. Bu da nə qədər verdi bizə? 80 santimetr verəcək. Doğru cavab nədir? 80 santimetr olur. Davam eləyək. Yaylar sistemindən asılmış yükün rəqs periodu neçə saniyədir? Baxaq. Yaylar sistemin əvvəlcə sərtliyini hesablayaq. K bərabərdir. Necə birləşir? Arcı birləşib. Arcı birləşmədə K1 vurulsun K2. K1 plus nədir? K2 üstündən hesablayaraq sistemin sərtliyini hesablaya bilərik. K-sili 600 vurulsun 300. 300. Məxrəc cəmi isə neçə? 900. Bunlar ixtisar getdi 200 verdi. 200 Newton bölünsün nə? Metr. Bizdən də periodunu soruşur. T bərabər nə yaza bilərik? 2 pi kök altda K m bölünsün K'dır ifadəmiz. Yerinə qoyaq. T bərabərdir 2 vurulsun pi 3'dür kök altda. M nə qədərdir? 8'dir. K'da 200'dür. Bundan 6 vurulsun 4'dən 2 çıxacaq. 100'dən də 10 çıxacaq. Neçə verdi? 1/2 saniyə. Doğru cavab nə olacaq? 82'də 1/2 saniyə olacaq. Yaylar sistemdən asılmış yükün rəqs tezliyi neçə hertzdir? Yenə rəqs tezliyinə biz baxmalıyıq. Yəni, yaylar sisteminin ümumi sərtliyini hesablayaq. K bərabərdir. K1 plus K2 düsturuna hesablayacaq. Onda K bərabər. K1'imiz 600 plus 300 bizə nə qədər verdi? 900 Newton bölünsün metr verəcək. Növünün də düsturunu biz bilirik. 1 bölünsün 2 pi kök altda K bölünsün M yaza bilərik. Yerinə qoyaq. Növ bərabərdir. 1 bölünsün 2 vurulsun 3. Kök altda K'nı 900 tapdıq. Bölünsün M də 1'dir. Yaxşı, 900'dən kök neçə çıxa bilər? 30 çıxa bilər. 30 bölünsün 6 bizə neçə verdi? 5 hertz verdi. Cavab nədir? 5 hertz olacaq. Bu 83-cü testdə 5 hertz oldu. Davam eləyək. Növbət testimiz 84-cü testdir. Riyazi rəqqasın uzunluğunu 90 cm qısaltdıqda rəqs tezliyi 2 dəfə artır. Rəqqasın uzunluğu əvvəlcə neçə santimetr olmuşdur? Gəlin riyazi rəqqasın rəqs tezliyinin düsturunu buradan yazmağa çalışaq. Riyazi rəqqasın rəqs tezliyinin düsturu növ bərabər 1 bölünsün 2 pi kök altda nədir? J bölünsün L'dir. Baxıram ki, növ L ilə necə asıldı? Kök altı tərs mütənsib var. Onda mən növ 1 bölünsün növ 2 bərabərdir. Kök altda L2 bölünsün L1 yaza bilərəm.
Yaxşı, bura verilənləri yazaq. Mənə deyir ki, rəqs tezi 2 dəfə artdı. Nü1 idi, nü2 nəyə bərabər oldu? 2 dənə nü1-ə bərabər oldu. Uzunluğu deyir, əvvəlcə 90 sm azaldı deyir. L1 idi. L2 nəyə bərabər oldu? L1 minus 90 oldu. İndi yerinə qoysam, nü1 bölünsün 2 dənə nü1 bərabər kök altı L2-in yerinə L1 minus 90 qoya bilərəm. Bölünsün nədir? L1. Burada ixtisar getdi bunlar. Bizə nə qaldı? L1 minus 90 bölünsün L1 bərabərdir neçə? 1 bölünsün 4-ə, hər tərəfin kvadrata yüksətsək. Onda bizə yekunda belə bir şey qalacaq. 4 L1 minus 360 bərabərdir L1-ə. Bu tərəfə keçirsək, 3 L1 bərabərdir 360-a. L1 də nəyə bərabər olacaq? 120. Demək, əvvəlcə neçə santimetr olubmuş? Uzunluğu 120 santimetr olubmuş. Doğru cavab nədir? 120 olacaq. Növbəti testimiz 85-ci testdir. Deyir ki, yaya bağlanmış 2,5 kiloqram kütləli yükün sərbəst rəqslərinin tezliyi x bərabər mənfi 100x şəklindədir. Yayın sərtliyini hesablayın. Baxaq, bizim ifadəmiz necə idi? Rəqsin əsas tənliyinin ifadəsini biz yazmalıyıq. Rəqsin əsas tənliyin ifadəsini yazsaq bizə, bəli, elə o ifadəni üstündə 2 ştrixdir. X üstü 2 ştrix bərabərdir. Mənfi k bölünsün m vurulsun x-dir. Bax, belə bir əsas tənliyimiz var. Həmin tənlikdə yerinə qoysaq, ikisinin də əsas tənliyi bizə nə verir? Sərtliyin soruşur da bizdən. M var. Elə k bölünsün m-in də yerinə biz omega qoysaq, gəlin elə omega qoyaraq gedək. Daha asan bir şeylər olsun. Onda bizə belə bir şey olacaq. X üstü, bir dəqiqə. X üstü 2 ştrix bərabərdir omega kvadratı, amma mənfisini də nəzərə alaq. Mənfi omega kvadratı x olacaq. Gətirib yerinə qoysam, mənfi 100x bərabərdir mənfi omega kvadratı x olacaq. Burada x-ləri ixtisar eləsək, mənfilər də zaten ixtisar gedir. Omega kvadrat bərabərdir 100 olacaq. Yaxşı, omeganın da düsturunu biz bilirik. Omega bərabər kök altda k bölünsün m-dir. Mən buradan k-nın sərtliyi soruşur. K bərabərdir m omega kvadrat olacaq. Omega kvadratını zaten biz tapmışıq. Neçədir? 100-dür. Vurulsun m-miz də 2,5-dir. 2,5. Onda vurursam neçə eləyəcək? 250 Newton bölünsün. Nə verdi bizə? Kilogram. Daha doğrusu Newton bölünsün metr olacaq. Doğru cavab nə oldu? 250 oldu. Növbəti testimiz 86-cı testi səhv eləmirəmsə, bəli. Deyir ki, harmonik rəqs zamanı yer dəyişməyən kəmiyyətlər hansılardır? Biz bir ki, rəqsin periodu, tezliyi, bunlar dəyişmir. 3 ilə 6 dəyişməyəcək. Baxaq ki, bir də nəyi dəyişmir? Amplitudu dəyişir. Bizə dəyişməyəni soruşur. Amplitudu, rəqs zamanı dəyişməyən kəmiyyətlər harmonik rəqs. Sönən demir ki, bəli, harmonik rəqs dediyinə görə, bəli, bir də dəyişməyəcək. Sürəti dəyişə bilər, yer dəyişməsi dəyişə bilər, təcil dəyişə bilər, amma amplitudu, tezliyi və periodu dəyişmir. Sönən desəydə, amplitudu da dəyişmiş olardı. Harmonik rəqs zamanı sinus və ya kosinus qanunu ilə dəyişən kəmiyyətlər hansılardır? Tezliyi, periodu, dövrü tezliyi, bunlar sinus və kosinus qanunu ilə dəyişmir, amplitudu da dəyişmir. Dəyişən kəmiyyətləri soruşur. Yer dəyişməsi dəyişir. X-dir, yer dəyişmə. Fazası dəyişmir. Bax, bunlar dəyişməyəcək. Tezliyi də dəyişməyəcək. Təcili dəyişər, sürəti dəyişər. 2, 4, 1 də 5 olacaq cavab. Yəni, cavabımız nə oldu? 2, 4, 1 də 5. 88. Cisim A və B nöqtələri arasında harmonik rəqs edir. Doğru ifadələri göstərin. AB məsafəsi rəqs amplituduna bərabərdir. Xeyr, bu səhvdir.
OA və OB məsafəsi rəqs ambituna bərabərdir. Bəli, bu düzdür. A və B nöqtələrində cismin sürətinin modulu ən böyükdür. Xeyr, səhvdir. Əksinə ən kiçikdir. Təcil ən böyük olur. A və B nöqtələrində cismin təcil modulu ən böyükdür. Bəli, düzdür. O nöqtəsində cismin sürəti modulu ən böyükdür. Bəli, tarazlıq vəziyyətdir və ən böyük olacaq. O nöqtəsi cismin təcil modulu ən böyükdür. Xeyr. Cavab nə oldu? 2, 4, bir də nədir? 5. Bax, cavabımız burada 2, 4, 5 olacaq. Növbəti testimiz 88-ci testdir. Baxaq görək bu hardadır? 88. Yox, bu 88 idi. 89-a biz baxmalıyıq. Deyir ki, maddi nöqtə sinus və maddi nöqtə sinus qanunu ilə harmonik rəqs edir. Doğru ifadələri göstərin. Nə deyir? T1 və T3 arasında potensial enerjisi maksimumdur. T1-də və T3-də. Bəli, düz deyir. Çünki amplitude özünün maksimum qiymətinə çatıb, potensial enerjisi maksimumdur. Təcili maksimumdur. Bu bir düzdür. T2 və T4 aralarında kinetik enerjisi maksimumdur. Bunu da düz deyir. Bax, T2 və T4 tarazlıq vəziyyəti, sürəti, impulsu, bir də nədir? Kinetik enerjisi maksimum. T1 və T3 aralığında kinetik enerjisi maksimaldır. Xeyr, potensial maksimumdur. T2 və T4 aralığında potensial enerjisi maksimaldır. Xeyr, kinetik maksimumdur. T1 və T3 aralığında impuls modulu maksimaldır. Bəli, düz deyir. T2 və T4 aralığında impulsun modulu maksimaldır. Xeyr, cavab nə oldu? 1, 2, bir də 5. Burada cavabımız 1, 2, 5 olacaq. Bu formada biz yox, T2 və T4 aralığında yox, burada 5 olmaz axı. 5-də belə deyək də potensial maksimumsa impulsun da minimum olacaq. Amma T2, T4-də ola bilər, 6 ola bilər. Bəli. Riyazi rəqqasının tarazlıq vəziyyətindən keçərkən mismara ilişir. Hansı ifadələr doğrudur? Mismara ilişirsə, rəqs periodu artar, rəqs tezliyi artar, maksimal sürəti artar, tam mexanik enerjisi artar, maksimal sürət dəyişməz, maksimal kinetik enerjisi dəyişir. Belə deyək, bu test çox belə sadə testdir. Bax, buradan biz buraxırıq. Buraxdığı anda artıq da mismara ilişənə qədər, daha doğrusu ilişdiyi anda maksimal sürətini alıb. Maksimal sürətini alıbsa, deməli, bu mismara ilişdi. Nə deyir bizdən? Deyir ki, vəziyyətindən keçərkən deyir. Maksimal sürətini alsa, demək, maksimal sürətində və tam mexanik enerjisində heç bir fərq olmayacaq. Deməli, maksimal sürətli dəyişməz. 5 düzdür. Sonra maksimal kinetik enerjisi də dəyişməz. Kinetik enerji maksimal qiymət də dəyişməyəcək. Sürətin maksimal qiymət dəyişmədiyinə görə. 3 səhvdir. Tam mexanik enerjisi artar. Xeyr. Rəqs periodu. İndi baxırıq. Bizim tezliyin də düzsün riyazi rəqqası üçün 1 bölünsün 2 pi-dir. Kök altda nə yazırdıq? J bölünsün L-dir. İndi uzunluğu neynədir? Uzunluğu azaldı. Uzunluğu azalır, sonda tezliyi neynəyəcək? Artacaq. Bax, ipin uzunluğu da artıq da dayaq nöqtəsi üçün bura baxacaq. İpin uzunluğu azaldığına görə tezliyi nədir? Artacaq. 2, 5, bir də 6 olacaq cavabımız. 91-ci testdə deyilir. Rəqs qrafikinə əsasən hansı fiziki kəmiyyətləri təyin etmək mümkündür? Baxın, birincidə deyir maksimal sürət. Maksimal sürətin düsturu bilirik ki, Vm bərabər idi. Nə idi? 2 pi e xm bölünsün t idi. Deməli, 2 pi xm bölünsün t-dir. Burada nələri təyin edə bilərik? Xm-i təyin edə bilərik. Zaten burada özü verib. Sonra nəyi təyin edə bilərik? T-ni təyin edə bilərik. 3 amplitud, daha doğrusu 4 amplitud 1 perioda bərabər. Periodumuz da 0.2-dir. Bunu da təyin edə bilərik. Xm-i təyin elədik, T-ni təyin elədik.
Gərək ki, burada da pi bərabər 3 verilsə daha yaxşı olardı. O halda biz daha rahat iş görə bilərdik. Deməli, hamısını təyin etmək olar. Hamısının ifadələr verildiyinə görə, qiymətlər verildiyinə görə maksimal sürət təyin etmək olar. Bəs bizə desələr təcili, təcilin düsturu olaraq necə gedə bilərik? AM bərabərdir 4 pi kvadratı xm bölünsün t'nin kvadratı olacaq. Yenə eyni qaydada xm təyin edə bilərik, t'ni təyin edə bilərik. Burada pi kvadratını da deyək ki 10 verilsəydi, onda biz arxayınlıqla təcildə təyin eləmiş olurduq. Maksimal qüvvəni təyin etmək üçün gərək ki, bizə M verilsin. M olmadığına görə təyin etmək olmaz. Tam mexaniki enerjidə də kütlə lazımdır. Rəqsin tezliyinin düsturu bilirik də. Nü bərabərdir 1 bölünsün T'dir. Biz T'ni görə biliriksə, deməli, nəyi də təyin edə bilərik? Tezliyi də təyin edə bilərik. Maksimal impulsda da bizə eyni qaydada M kütlə lazımdır. Lazım olduğunu bunda təyin edə bilmək. Təyin edə biləcəyim hansılar oldu? Edə biləcəyimiz daha doğrusu. İkinci, birinci, ikinci, bir də nədir? Beşinci oldu. Doğru cavab 1, 2, bir də 5 olacaq. Növbəti testimiz 92-ci testdir. Maddi nöqtənin koordinat zaman qrafikinə əsasən doğru ifadələri göstərin. Rəqs sinus qanunu ilə baş verir. Xeyr, rəqs kosinus qanunu ilə baş verir. Rəqs kosinus qanunu ilə baş verir, bəli. Rəqs periyod 0,1 saniyədir. Baxaq görək 0,1 saniyə. Biz bilirik də 4 amplitud bir periyod verdiyinə görə 1 amplitud, 2 amplitud, 3 amplitud, bu da nədir? 4 amplitud. Bir periyod verəcək, o isə neçəni göstərir? 0,2-ni. Bu yanlışdır. 4 amma düzdür. Rəqsin periyodu 0,2 saniyədir. Bəli, düzdür. Sonra rəqs tezliyi 5 Hz-dir. Baxaq. Nü bərabərdir 1 bölünsün T düsturuna görə. T'ni də zaten bilirik. Neçədir? 0,2. 1 bölünsün 0,2. Bu da bizə 5 Hz verəcək. Bəli, bunu düz deyir. Doğru cavab hansılar oldu? 1, 2, 4, bir də nədir? 5. İki yaylı rəqqasın rəqs xarakteristikaları verilmişdir. Hansı ifadələr doğrudur? Birinci rəqqasın rəqs periyodu 4 dəfə böyükdür. İndi gəlin periyodlarını yazaq. Yaylı rəqqasdır. Yaylı rəqqasın rəqs periyodunun da düsturunu biz bilirik. T bərabərdir 2 pi kök altda nə yazırıq? L bölünsün. L bölünsün. L nədir? Yaylı rəqqas olduğuna görə M bölünsün K yazacağıq. Yaxşı. İndi M-ləri, K-ları necə asıldır ona baxaq. Bax, K ilə kök altı tərsdir, M-lə isə kök altı düzdür. Onda mən nə yazacağım? T1 bölünsün T2 bərabərdir. Kök altda M1 bölünsün M2 vurulsun. K2 bölünsün K1. Yerinə qoyaq. Deməli, kök altda M1-imiz nə qədərdir? 4M. Bölünsün M2'miz M'dir. Vurulsun. K2'miz 4K'dır. Bölünsün. O birisi isə nədir? K'dır. Burada ixtisar gedənləri ixtisar aparsaq. Bax, K'lar ixtisar getdi. M'lər ixtisar getdi. Kökdə 16. Ondan da kök nə çıxır? 4. Bunda mən buradan yaza bilərəm ki, nə bərabərdir? T1 bərabər nədir? 4 dənə T2 alındı. Deməli, birincinin rəqs periyodu ikincidən neçə dəfə böyükdür? 4 dəfə böyükdür. Bunu biz tapdıq buradan. Burada dursun. İndi görək, onu seçim edək, görək hansı variantdadır. Birinci rəqqasın rəqs periyodu 4 dəfə böyükdür. Bu düzdür. Deməli, bir düzdür. Onda 2 nədir? Yanlışdır. İndi gəlin tezlik haqqında deyək, görək necə olacaq. Tezliyin düsturunu mən bilirəm. Nü bərabərdir 1 bölünsün 2 pi kök altda K bölünsün M'dir. Buradan görsənir ki, tezlik nə ilə? K ilə düzdür, M ilə nədir? Tərs asıldı. Bunun ifadəsini biz yazmağa çalışsaq, gəlin bunu biz biraz balcalaşdıraq. İfadəsini yazmağa çalışsaq, onda necə yaza bilərik?
Nü1 bölünsün nü2 bərabərdir. Kök altda K1 bölünsün K2 vurulsun M. Nə deyə bilərəm? 2 bölünsün M1. Kök altı tərs mütənsibası. Yerinə qoyaq. Kök altda K1'imiz nədir? K'dır. Bölünsün K2'miz neçə K'dır? 4K'dır. Vurulsun. M1'imiz nə qədərdir? M1'imiz 4M'dir. Daha doğrusu M2'miz M'dir. M1'imiz isə 4M'dir. Burada nələr ixtisar getdi? Burada ixtisar gedəni M'lər ixtisar getdi, K'lar ixtisar getdi. 1 bölünsün kökdə 16, ondan da nə çıxacaq? 1 bölünsün 4 çıxacaq. Onda burada nə yaza bilərik? Nü2 bərabərdir 4 dənə nə? Nü1. 4 Nü1. Fikir verin, ikincinin rəqs tezliyi birincidən neçə dəfə böyük oldu? İkinci rəqqasın rəqs tezliyi birincidən 4 dəfə böyükdür. 400 oldu. 3 yanlışdır. Gəldik, rəqslərin sayı haqqında nə deyə bilərik? Nünün yerinə belə bir ifadə yaza bilərik. N bölünsün T yaza bilərik. Kök altda nə deyə bilərəm? 1 bölünsün 2 pi, kök altda K bölünsün M deyə bilərəm. Burada da görsənir ki, N nə ilə? K ilə kök altı düzdür, amma M ilə nədir? Kök altı tərs asıldır. Onda bunun yenə eyni qaydada N1 bölünsün N2 bərabərdir. Kök altda K1 bölünsün K2 vurulsun. M2 bölünsün M1 yaza bilərik. Yerinə qoysaq K1'imiz nə qədərdir? K'dır. K2'miz 4K'dır. Vurulsun M1'imiz 4M'dir. 4M olacaq. M2'miz nə qədərdir? M'dir. Burada bunlar ixtisar getsə, K'lar ixtisar getdi, M'lər ixtisar getdi və 1 bölünsün 4 qalacaq burada. Onda mən nə yaza bilərəm yenə eyni qaydada? N2 bərabər 4 dənə N1 yaza bilərəm. Həqiqətən də burada da ikincinin rəqslərinin sayı birincidən 4 dəfə nədir? Böyük olacaq. İkinci rəqqas deyir, N sayda rəqs etdiyi müddət ərzində birinci rəqqas 4N rəqs eləyəcək. Baxaq görək, nə mi olur? Birinci rəqqas N eləyəndə ikinci rəqqas 4N eləyəcək. Bəli, 5 olacaq doğrudur. Doğru cavab nə oldu? 1, 4, 1 də 5 olacaq. Yaxşı, növbəti testimiz 94-cü testdir. Deyilir ki, iki riyazi rəqqasın fiziki xarakteristikaları verilmişdir. Doğru ifadələri göstərin. Yenə bir öncəki testimizdə nə etmişdiksə, burada da eyni şeyləri eləməliyik. Riyazi rəqqasın rəqs periodunun düsturunu tezlikdən başlayaq. Burada birincidə tezlikdən başlayıblar. Nünün düsturunu biz bilirik. Nü bərabərdir 1 bölünsün 2 pi kök altda J bölünsün L'dir. İndi fikir verin, burada bizim J ilə işimiz yoxdur. Zaten 10 verilib. L ilə necə asıldır? Kök altı tərs asıl. M-ləri isə ümumiyyətlə baxmayacaq. Biz bilirik ki, riyazi rəqqasın rəqs periodu tezliyi, dövrü tezliyi rəqqasın ucuna bağlanmış, yəni ipin ucuna bağlanmış cismin kütləsindən asılı deyil. Yəni kütlə bizə maraqlı deyil. Onda mən nə yaza bilərəm? Nü1 bölünsün. Bax, Nü1 bölünsün Nü2 bərabər kök altda L2 bölünsün L1 olacaq. Yerinə qoyaq, fikir verin. L2 nə qədərdir? L'dir. L1'imiz isə 4L'dir. 4L. O da bərabərdir. Bunlar ixtisar getdi. Kökdə 1 bölünsün 4, 1 bölünsün 2 çıxacaq. Buradan da biz deyə bilərik ki, Nü2 bərabərdir 2 dənə Nü1 olacaq. Fikir verin, ikincinin rəqs tezliyi birincidən neçə dəfə? 2 dəfə böyükdür. Birinci rəqqasın rəqs tezliyi 2 dəfə böyükdür. Xeyr. İkinci rəqqasın rəqs tezliyi birincidən 2 dəfə böyük olacaq. Doğru cavab nədir? 2 olur burada. Rəqs periodu üçün nəyi yaza bilərik? Periodun da düsturunu biz bilirik. T bərabərdir 2 pi kök altda L bölünsün J'dir. L'dən necə asıldır? Kök altı düz mütənsib asıldır. Onda mən necə yaza bilərəm? Eyni qaydada
T1 bölünsün T2 bərabərdir. Kök altda L1 bölünsün L2 olacaq. L1'imiz neçə L'dir? 4 L'dir. L2'miz də L'dir. Burada bunlar ixtisar getdi, bizə 2 qalacaq. Onda biz yaza bilərikmi ki, T1 bərabər 2 dənə nədir? T2 olacaq. Birincinin rəqs periodu ikincidən 2 dəfə böyük olmuş olacaq. Birinci rəqqasın rəqs periodu 2 dəfə böyükdür, bəli, 3 düzdür. 4 səhvdir. Burada da eyni qaydada 5 n haqqında deyə bilərik. N'in düsturu n bölünsün kiçik t bərabərdir. 1 bölünsün 2 pi kök altda j bölünsün l yaza bilərik. Burada da n l ilə kök altı tərs asıldır. n1 bölünsün n2 bərabərdir. Kök altda l2 bölünsün l1 olmuş olacaq. Yerinə qoysaq, L2'miz neçə L'dir? L'dir. L1'imiz 4 L'dir. Burada L'ləri ixtisar eləmiş olsaq, 1 bölünsün 2 olacaq. Biz yaza bilərik ki, N2 bərabərdir 2 dənə N1 olacaq. İkinci rəqqas deyir, N sayda rəqs etdiyi müddət ərzinə birinci rəqqas 2N sayda rəqs edəcək. Xeyr, bu səhvdir. Birinci rəqqas n sayda rəqs etdiyi müddətcə ikinci rəqqas 2n sayda rəqs edəcək. Bəli, bu düzdür. Doğru cavab 2, 3, bir də nədir? 5 olan variant olacaq. Davam eləyək. Deyir ki, müxtəlif kütləli 2 maddi nöqtənin rəqs qrafikləri verilmişdir. Qrafiklərə uyğun hansı fiziki cəmiyyətlərin qiymətləri eynidir? Baxaq. Gəlin bunların qrafiklərini göstərək. Biri budur. Biri budur. Digərini də qırmızı ilə göstərək. Digəri isə budur. Verilir. Deyir, rəqs tezliklərinin, bəli, rəqs tezliklərinin qiyməti eyni olacaq. Çünki burada hər ikisinin periodu eynidir. Bunun da periodu, bu da bunun periodudur. Periodları eynidirsə, deməli, nü bərabər 1 bölünsün böyük t düsturuna görə tezliklər də eyni olmuş olacaq. Gəldik, maksimal sürətləri. Maksimal sürətində düsturunu biz bilirik. Vm bərabərdir 2 pi xm bölünsün nədir? T'dir. Baxaq, xmləri hər ikisində bir damadır. Deməli, xmləri də bir-birinə nəymiş? Bərabər imiş. Deyək ki, burada mənfi xm olsun. P-ni də 3 qəbul eləsək, bəli, periodları eyni, xmləri bərabər, onda maksimal sürətləri də eyni olacaq. Maksimal impulsları eyni ola bilməz. Niyə? Kütlələri bir-birindən fərqlidir, deyir. Tam mexaniki enerjilər kütlələr fərqli olduğuna görə mexaniki enerjilər də fərqli ola bilməz. Daha doğrusu eyni ola bilməz. Maksimal təcilləri AM bərabər idi. Nə idi? 4pi kvadratı xm bölünsün t'nin kvadratıdır. Baxırıq buradan t'ləri eyni, xmləri eyni. Onda biz deyə bilərik ki, maksimal təcilləri də eyni olacaq. 5-də düzgün ola bilər. Başlanğıc fazaları, hər ikisinin başlanğıc anda fazaları bir-birinə bərabər olacaqmı? Burada diqqətli olaq. Məncə düşünürəm ki, başlanğıc fazaları bir-birinə bərabər deyil. İndi bizə hardan bilirik ki, hansı fazadan rəqsə başlayıb? Doğru cavab nə oldu? Əlbəttə 1, 2, bir də 5 oldu. Növbət testimiz 96-cı testdir. Rəqs maddi nöqtə harmonik rəqs edir. Uyğunluğu müəyyən edin. Diqqətlə baxaq. XM-i verib nə qədərdir? 40 cm. Verilənləri yazaq. XM bərabər 40 cm, yəni 0,4 metr olacaq. Periodumuz nə qədərdir? Əlbəttə 4 amplitud bir period verməlidir. Burada bitdi. 0,4 saniyədir. Pi-ni də neçə verib? 3 verib. Pi də bərabərdir 3. İndi gəlin rəqs tezliyi. Rəqs tezliyi nü bərabərdir. Birincidə rəqs tezliyini soruşur. Nü bərabər 1 bölünsün t'dir. 1 bölünsün 0,4. Bu da neçə verir? 2,5 Hz. Bax, rəqs tezliyi 2,5 Hz-dir. Birə nə gedəcək? A variantı.
Maksimal sürəti, ikinci maksimal sürəti Vm bərabərdir 2 pi xm bölünsün nədir? T'dir. Bərabər 2 vurulsun pi 3 verib, xm-i nə qədər verib? 0.4. T'miz nə qədərdir? Bu da 0.4-dür. Bu 0.4-dən bunlar getdi ixtisar. Bizə 6 metr bölünsün saniyə verəcək. 2-yə onda B variantı getdi. Maksimal təcil, üçüncü deyək, AM bərabər idi. Necə yaza bilərdik? 2 yox, daha doğrusu 4. 4 pi kvadratı xm bölünsün t'nin nəyi? Kvadratı. Yerinə qoyaq. 4 vurulsun pi kvadratı 9 bölünsün t kvadratı olacaq 0,16 vurulsun nədir? 0,4. %16 ilə 0,4 ixtisar getdi. Bizə 90 metr bölünsün saniyənin kvadratı qalacaq. 3-ə isə D variantı getdi. Deməli 1-ə A, 2-yə B, 3-ə isə D variantı. Riyazi rəqqas harmonik rəqs edir, uyğunluğu müəyyən edin. Rəqqasın uzunluğunu qısaltdıqda, rəqs periyodunun düsturunu biz bilirik. T bərabərdir 2 pi kök altda L bölünsün J'dir. Bunu qısaldanda periyodumuz nə edəcək? Azalacaq. 1-ə nə getdi? C variantı oldu. Periyodumuz azalar. Sonra rəqqasın kütləsini artırdıqda biz bilirik ki, riyazi rəqqasın rəqs tezliyi və rəqs periyodu kütlədən asılı deyil, periyodu dəyişməz. Aha, 2-yə nə getdi? A variantı. Sonra bir də tezliyin də düsturunu yazaq. 2, 1 bölünsün 2 pi. 2 pi kök altda nədir? J bölünsün L-dir. Necə asıldır? Kök altı tərs mütənsibası. Əgər bunu mən azaldıramsa, bu nə edəcək? Artacaq. Deməli, bunu azaltdıqsa, tezlik nə edir? Artdı. Tezliyi artar. D. Bir də CD gedər onda. Rəqs televiziya qülləsinin zirvəsindən qaldırdıqda, yəni hündürlüyü artırdıqda, T'nin hündürlüklə ifadəmiz T bərabərdir 2 pi R plus H kök altda nə idi? L bölünsün JM idi. Bax, belə deyə bilərik. Deməli, hündürlüyü artırıramsa, rəqs periyodunda nə edəcək? Fərq olacaq. Periyodu nə edir onda? Periyodu artacaq. Periyodu artır. Periyodu artar. B gedər. B. Amma tezliyi nü bərabərdir. 1 bölünsün 2 pi R plus H kök altda JM bölünsün L ifadəsini hesablayacaq. Onda tezliyi nədir? Azalar Y. 1-ə CD, 2-ə A, 3-ə isə nədir? BG olacaq doğru cavabımız. Sünnətdəki lift riyazi rəqqas rəqs edir. Sünnətdəki liftdə riyazi rəqqas rəqs edir. Uyğunluğu müəyyən edin. Bərabər sürətlə hərəkət edərsə, rəqs tezliyi və rəqs periyodu dəyişməz. Varmı? 1-ə B, 1-ə daha doğrusu C gedər. 1-ə C deyə bilərik. Sonra ikinci nədir? Yuxarı yönəlmiş A tərcinə. Periyodun düsturu yuxarı yönəlmiş olanda 2 pi kök altda L bölünsün J plus A oldu. Deməli, bizim A tərcinə yuxarı hərəkət etsə periyodumuz azalacaq. Periyodu azalar. Y variantı getdi 2-yə. Bir də nəyimiz artar? Tezliyimiz. Nünün 1 bölünsün 2 pi kök altda J plus A vurulsun, bölünsün nədir? L düsturuna görə tezliyimiz nə edəcək? Artacaq. Onda A da gedir. 1-ə C A oldu. Gəldik. Bəs üçüncüyə nə getdi? 1-ə C A niyə olur? Birinciyə getməz də. İkinciyə gedər. Bəli. 2-yə A Y olacaq. Gəldik. Bəs üçüncüyə nə deyə bilərik?
Aşağı yönəlmiş y böyükdür a təcili ilə hərəkət edərsə. Aşağı yönəlmiş y böyükdür a təcili ilə hərəkət edərsə, j a-dan böyük olarsa. T bərabərdir 2 pi kök altda l bölünsün j minus a düsturuna görə aşağı hərəkət edəndə bizim periodumuz neyinəcək? Artar. Periodumuz artar, varmı? D variantı gedər 3-cə, 3-ə D. Bir də tezliyimiz isə eyni qaydada nü bərabər 1 bölünsün 2 pi kök altda j minus a bölünsün l düsturuna görə j minus a, yəni ondan j'dən mən nə isə çıxanda tezliyimiz nədir? Azalacaq, B variantı. Deməli, 1-ə C, 2-ə A, Y, 3-ə isə nədir? B, D variantları uyğun gələcək. 99. Yaydan asılmış yük harmonik rəqs edir, uyğunluğu müəyyən edin. Yalnız yayın sərtliyini 4 dəfə artırdıqda rəqs tezliyi və periodu verilib. Gəlin tezliyin düsturunu yazaq. 1 bölünsün 2 pi kök altda nə yaza bilərik? K bölünsün M yaza bilərik. Periodu eyni qaydada T bərabərdir 2 pi kök altda M bölünsün K olacaq. Buradan nə deyə bilərik? Mənə deyir ki, tezliyini neçə dəfə? Tezliyini yalnız sərtliyini 4 dəfə artırdıqda. Bunu 4 dəfə artırsam, onda bu 4 dəfə neyini? 2 dəfə artacaq. Bunu 4 dəfə artırsam, bu 2 dəfə neynəyəcək? Azalacaq. Deməli, tezliyi 2 dəfə artar, periodu isə 2 dəfə azalar. Tezliyi 2 dəfə artar, hansı oldu? B, periodu isə 2 dəfə azalar, Y. Deməli, 1-ə nə getdi? B, bir də Y variantları getdi. Gəldik, ikincidə nə deyir? Yalnız yükünün kütləsini 4 dəfə artırsam. Bunu 4 dəfə artırsam, tezlik 2 dəfə azalacaq. Bunu 4 dəfə artırsam, period 2 dəfə artacaq. Tezlik 2 dəfə azalar, periodu 2 dəfə artar, CD gedəcək. 2-yə CD gedər. Sonra nə deyir? Yayın sərtliyini və yükünün kütləsini 4 dəfə artırdıqda. Hərəsini mən 4 dəfə artıramsa, bunu da 4 dəfə artırdım, bunu da 4 dəfə artırdım. Bunlar ixtisar gedəcək, bizə tezliyimiz dəyişməyəcək. Eyni qaydada bunu da 4 dəfə artırsam, bunu da 4 dəfə artırsam, periodumuz da dəyişməz. Onda 3-ə də nə getdi? A variantı getdi. Növbət testimiz 100-cü testdir. Yaylı rəqqasın harmonik rəqslərinin qrafiki verilmişdir. Baxaq, bizə nəyi soruşur? Kinetik enerjisinin, yayın potensial enerjisinin, yükün təcilinin qrafiklərini soruşur. Gəlin, biz əvvəlcə nəyin qrafikini göstərək buradan? Sürətinin zamanla asıldığını göstərək. Yəni, sürətin proyeksiyasının zamanla asıldığını göstərməyə çalışaq. Baxın, biz bilirik ki, sürət rəqslər, koordinat rəqslərini pi bölünsün 2 qədər qabaqlayır. Deməli, nə qədər qabaqlayır dedik? Pi bölünsün 2 qədər qabaqlayır. Sürət rəqslərini nə? Koordinat rəqslərini pi bölünsün 2 qədər qabaqlamış olacaq. Bu burada dursun. Bunu da buradan çıxaraq. Deməli, Vx-in nədən asılı? T-dən. Pi bölünsün 2 qədər qabaqlayırsa, əgər bizim koordinatımız bu formadadsa, pi bölünsün 2 hissəsi bu hissədir. Qabaqlayırsa bu hissəni nə etmək lazımdır? Silmək. Onda sürət rəqslərinin qrafiki belə olacaq. Baxın. Bax, belə bir qrafik olacaq. Yəni, yaxşı göstərə bilmədik. Deməli, belə bir qrafik olacaq. Qəşəng. Növbət çatdı təcil rəqslərinin qrafikinə. Təcil rəqslərinin qrafikini biz göstərmək istəyiriksə, AX-in nədən asıldığını? T-dən asılı. Bax, AX-in T-dən asılının qrafikini göstərsək, pi qədər qabaqlayır koordinat rəqslərini. Bax, pi qədər hissəsi isə buradır. Yəni, bura biz pi deyə bilərik. Bu qədər hissəsini nə etmək lazımdır? Silmək lazım. Onda qrafikimiz başlayacaq burada. Deməli, təcilin qrafiki belə bir qrafik olacaq. Aha. Bəs bizə desələr ki, potensial enerjinin və kinetik enerjinin. Gəlin, biz kinetik enerjinin zamanın asıllığını quraq.
Deməli, kinetik enerjinin nədən asıllığını, zamandan asıllığını qurmağa çalışacağıq. Bu bizim kinetik enerjimizin zamandan asılılığı. Kinetik enerji sürətlə eyni qaydada dəyişir, yəni eyni qanunla dəyişir. Əgər sürət sinus qanunu ilə dəyişibsə, kinetik enerji də nədir? Sinus qanunu ilə dəyişəcək. Müsbət skalyar kəmiyyət olduğundan biz bunu necə deyə bilərik? Müsbət skalyar kəmiyyət olduğundan bunu biz belə ifadə eləyə bilərik. Deməli, onun da qrafiki necə olacaq? Bax, bu formada bir qrafik olacaq. Deməli, nəyin? Kinetik enerjinin zamandan asıllıq qrafiki, yəni Y kinetikin T'dən asıllığı bu formada olacaq. Sonuncu isə nədir? Potensial enerjinin zamandan asıllığıdır. Potensial enerji də təcillə eyni qaydada dəyişdiyindən biz potensial enerjinin də zamandan asıllığını necə göstərə bilərik? Y potensialın təcil qanunu ilə dəyişdiyindən bunda qrafikini belə göstərə bilərik. Belə bir qrafikimiz olacaq. Gəlin variantlara keçid edək. Görəsən variantlarda necə olacaq? Yükün kinetik enerjisinin zamandan asıllığı. Baxaq görək hansı varianta uyğun gəldi. Kinetik enerjinin zamandan asıllığı. Varmı elə bir variantımız? Bəli, B variantına uyğun gəlir. Gəldik, yükün potensial enerjisinin zamandan asılılığı D variantına uyğun gəlir. Sonra bir də yükün təcilinin proyeksiyasının zamandan asılılığı, o da nədir? Səhv eləmirəmsə C variantına uyğun gəlir. Deməli, 1-ə B, 2-yə D, 3-ə isə nədir? C variantları uyğun gəlir. Deməli, əziz izləyicilər, 100-cü testində izahının sonuna çatdıq. Növbəti video izahımız 101-dən sona qədər olan testlərin video izahı olacaq. Həmin video izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.